Salam Simnarə, hər vaxtınız xeyir. Bəli, hazırda Bakıda Azərbaycan din xadimlərinin ikinci forumu öz işinə başlayıb və tədbirdə müvafiq dövlət qurumlarının və din xadimlərinin, dini təhsil müəssisələrinin müəllimləri, ilahiyyatçı, alim və mütəxəssislərlə yanaşı Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstanın dini sahədə səlahiyyətli dövlət qurumlarının rəhbər şəxsləri iştirak edirlər. Azərbaycanda dövlət-din münasibətlərinin konstitusiyon prinsipləri, dünyəvilik və vicdan azadlığı mövzusuna həsr olunan forumun məqsədi konstitusiya və suverenlik ili çərçivəsində dünyəvilik və vicdan azadlığı kimi təməl konstitusiyon dəyərlərin təbliği, din xadimlərinin hüquq və vəzifələri, peşəkar inkişafı, dövlət-din münasibətlərinin hüquqi, mədəni aspektləri, eləcə də multikultural tolerant mühitin daha da möhkəmləndirilməsi ilə bağlı məsələlərin müzakirəsidir. Dini qurumlarla iş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmailov qeyd etdi ki, forumda aktuallığı artıran əsas məqamlardan biri də ondan ibarətdir ki, bugün ölkəmizdə dövlət-din münasibətləri ilə bağlı mühüm mövzuların demək olar hamısı forumun panellərində müzakirə ediləcək. Bununla yanaşı panellərin mövzularına Azərbaycanda dövlət-din münasibətlərinin tənzimlənməsi, dini təhsil, multikulturalizm və tolerantlıq dəyərləri, eləcə də qadın hüquqları kimi aktual məsələlər daxildir. Eyni şəkildə Ailə, Qadın və Uşaq Problemləri Komitəsinin sədri Bahar Muradova forum çərçivəsində vurğuladı ki, dini təbliğat edərkən nicahların erkən məişət zorakılığının qarşısının alınması kimi məsələlər də panel çərçivəsində müzakirə ediləcək və bununla da erkən nicahın qarşısının alınması və s. məsələlər dini baxımdan təbliğ problemlərinin qarşısının alınmasına köməklik edilə bilər. Tədbirdə multikultural dəyərlər sistemi, dövlət-din münasibətlərinin hüquqi və mədəni aspektləri, rəqəmsal informasiya mühitində dini təhsil və maarifçilik strategiyaları, qlobal təsirlər fonunda gənclərin maarifləndirilməsi, müasir metod və inovativ yanaşmalar və qadınların sosial, mənəvi inkişafında dini icmaların rolu mövzularında panel müzakirələri təşkil olunub və olunmaqda davam edir. Forum çərçivəsində Qərbi Azərbaycan xəritələr, eksponatlar, abidələr, deportasiya mövzusuna həsr olunmuş fotosərgi də nümayiş etdirilib. Bundan əlavə xatırlatmaq istəyirəm ki, Azərbaycan din xadimlərinin ikinci forumunun iştirakçıları forumdan əvvəl Müqəddəs Mürdaşyan Zənənlər Kafedral kilsəsini ziyarət ediblər. Qonaqlara Azərbaycanın xristian icmalarının tarixi keçmişi, dini mədəni irsi və ölkənin ictimai həyatında tutduğu yer barədə ətraflı məlumat təqdim olunub. Ziyarət zamanı müxtəlif konfensiyaların mədəniyyətə göstərilən diqqət və qayğı yüksək qiymətləndirilib. Bəli, Simnarə, təkrar xatırlatmaq istəyirəm ki, hazırda Azərbaycan din xadimlərinin ikinci forumu öz işini davam elətdirir. Məndən hələlik bu qədər, növbəti saatlarda görüşənədək. Söz sizdədir.